O vaxtlar oxuduğum yaxşı kitablar vardı. Mənə deyirdilər ki, narahat olma, böhranın içindəsənsə böhranda ol. Biz adamlar həmən Xoş yol axtarma yəni. Adam həmən böhrandan çıxmaq istəyir. Qəribə təfəkkürdür. Gedir bir adam tapır ki, məni böhrandan çıxarın. Lap belə kimyəvi vasitələrlə də olsa çıxmaq istəyir o böhrandan. Araq içirlər, nə bilim, narkotik vasitələrə şey eləyirlər, qurşanırlar. Nəyin bahsına olsun böhranlar? Çıxmayın, olun o odun içində. Bu çörək də bu odun içində olmalıdır ki, bişsin də. Bu böhran çətindir, amma orada olmaq lazımdır. Ana da uşağını doğanda böyük bir ağrılar, sancılar içinə düşür. Neynəsin, çıxsın prosesdən? Çıxırlar, deyir, mənə kesarev edin. Rahat məsəl üçün bu prosesi keçmək istəmirəm. Çox böyük fayda var o prosesi doğru düzgün keçməkdə. O böhranlı illərimdə mən başa düşürəm ki, çox önəmli idi. Sevməlidir insan. Özünün hər halını sevməlidir. Kal hallarını da sevməlidir. Sən özünün kal hallarını sevməsən, yetişmiş hallarının da sevincini doğru düzgün yaşamayacaqsın. Ağacın fərqli-fərqli mərhələləri var da, bunun tumurcuqlanma halı var, çiçəklənmə halı. Çox kasıb görünür tumurcuqlu vəziyyətdə ağac. Amma çiçəkli vəziyyətdə necə şahanədir, meyvəli vəziyyətdə necə belə bəhrəli görünür, eləmi? Amma onun o biri kasıb vaxtları da çox zəruridir, müqəddəsdir. İnsan özünün böhranını sevməliymiş.